Hə, məni nəyin qədər bu düşündürən mövzulardan biri də feminizmdir, dostlar. Feminizm sözün əsl mənasında elə bir dövrə gəlib çıxıb ki, hansı ki, çox korlanıb. Ən çox da Amerikada, Avropada, ən çox da Amerikada deyə bilərəm. Sadəcə iş orasıdır ki, cəmiyyətlər arasında o qədər fərq var ki, məsələn, Azərbaycan cəmiyyəti çox da inkişaf eləmiş bir cəmiyyət modeli deyil axı, düzdür. Olmadığına görə də müəyyən qədər feminizmi başa düşmək olar, amma iş orasıdır ki, modern feministlər elə Azərbaycanda da, Amerikada da o qədər də fərqlənmirlər. Onların məqsədi qadınların hüquqlarını kişilərlə bərabərləşdirmək deyil sanki. Onların məqsədi sırf özlərinə sərf eləyən məqsədlərə xidmət eləməkdir. Elə də belə yaxşı argumentlər gətirə bilirlər ki, hansı ki, o argumentlərin arxasında sadəcə mən fikirləşirəm ki, öz xeyrini güdmək deyirlər. Yəni sırf düz olsun, səhv olsun, yox. Düzdür, elələri də var ki, deyir düz nəyisə, amma iş orasıdır ki, onların sayı nə qədərdir? Mən düşünmürəm onların sayı çoxdur. Açıq deyirəm sizə.